Hər vaxtınız xeyir olsun. Biz bugün müqayisə işarəsindən danışırıq. Əgər siz də hələ də müqayisəni bilmirsinizsə, bu video məhz sizin üçündür. Başladıq. Deməli, müqayisə işarəsində dostlar, baxın bu gördüyünüz köpək balığıdır. Bax bu gördüyünüz köpək balığıdır. Köpək balığımız bizim daha çox olanı yeyəcək təbii ki, az olanı yeməyəcək. İlk öncə ədədlər arasında anlayışı başa düşməliyik ki, hansı daha böyükdür? 1 yoxsa 4? Təbii ki, 4 daha böyükdür. Bu zaman işarəmiz necə olacaq? Təbii ki, 1 4-dən kiçikdir. 4 1-dən çoxdur. Düzdürmü? Böyük olan hansıdır? 4. Əgər burada 4 dənə balıq olsaydı, bu köpək balığı 4 balığımı yeyərdi, yoxsa 1 balığım? Təbii ki, 4 balığı yeyərdi, yemək istəyərdi daha çox. 2 çoxdur, yoxsa 0? Təbii ki, 2 daha böyükdür. 2 böyükdür 0-dan. Bəs oxunuşu necə olacaq? Birinci gələn kiçikdirsə, deyirik kiçikdir. 1 4-dən kiçikdir. Əgər birinci gələn böyükdürsə, deyirik ki, 2 0-dan böyükdür. Davam edək. Baxın, deyirik ki, 5 çoxdur, yoxsa 2? 5. Belə olduğu halda deyirik 5 2-dən böyükdür. 4 çoxdur, yoxsa 9? Deyirik ki, 4 9-dan kiçikdir. Davam edək. 0 çoxdur, yoxsa 5? Təbii ki, 5 çoxdur. Deyirik 0 5-dən azdır. 0 5-dən kiçikdir. 9 çoxdur, yoxsa 8? 9. Deyirik ki, 9 8-dən çoxdur. 9 8-dən böyükdür. Davam edirik dostlar. 3 çoxdur, yoxsa 7? Təbii ki, 7. Deyirik ki, 3 7-dən azdır. 3 7-dən kiçikdir. 2 çoxdur, yoxsa 6? 6. Deyirik ki, 2 6-dan azdır. Düzdürmü? Davam edək. 9 çoxdur, yoxsa 1? 9. Deyirik ki, 9 1-dən çoxdur. 9 1-dən böyükdür. 6 çoxdur, yoxsa 8? 6. Deyirik ki, 6 8-dən kiçikdir. Düzdürmü? 6 8-dən kiçikdir. Davam edək. 4 ilə 4 eyni saydadır. Onda bax bu köpək balığı bilməyəcək hansı istiqamətə getsin. Ona görə də bax ortalıqda belə fikirləşəcək. Ona görə deyirik ki, 4 4-ə bərabərdir. 7 çoxdur, yoxsa 0? 7. 7 0-dan böyükdür. Böyükdür. Davam edək. Deməli, 6 2-dən çoxdur. 6 2-dən böyükdür.